Birinci Qarabağ müharibəsi məhz Ağdamda başlamışdı. İlk şəhidliyi Ağdamlılar vermişdi. Respublika içerisinde ilk şəhidi Ağdamlılar vermişdi. Əli və Bəxtiyar bizim ilk şəhidlərimiz Ağdam torpağında ölmüşdü. Və onun ardınca Birinci Qarabağ müharibəsində Ağdam torpağında 6000'dən çox Cənab Prezidentin sözləriyle desək, şəhidlər Ağdamlılar tərəfindən verilmişdir. Və ona görə də sözsüz ki, Respublikanın hər yerində şəhidlərin adları əbədiləşdiriləcəkdir, ancaq bu Ağdamda daha çox olacaqdır. Ağdamların Birinci Qarabağ müharibəsində ümumiyyətlə Ağdamların bu qələbələrin içərisində daha çox payı var. Daha çok şehit verdiğimiz kimi daha çok payımız var. Bu Cənab Prezident özü bütün çıxışlarında Ağdam rayonunda əhali ilə görüşərkən istər 2021-ci ilin 28-i mayında, istər 2025-ci ilin sizin hər birinizin çoxumuzun iştirakı ilə Ağdam rayonunda Muğam evinin açılışında iştirak ederken Cənab Prezident demişti. Ve Cənab Prezidentin o sözleriyle ki yaşasın Ağdam, bu bizim için büyük gurur getirir. Ve biz açılışla diyeyim ki bir Ağdamlılar olarak daha çok biz Cənab Prezidentin bütün apardığı bütün kuruculuk ve ümumiyyətlə Respublika namına ettiği her bir işin arkasında biz daha çok varız ve daha çok olacağız. Bütün şəhid aileleri, övladlar şəhid olurdular. Ama şəhid aileleri deyirdiler ki Cənab Prezident dayanmasın müharibə. Ama Cənab Prezident öz müdrik baxışıyla dayandırdı ve sonra da siz özünüz gördünüz ki bir gün ərzində, bir sutka ərzində 23 saat 44 dəqiqə ərzində bütöv vətənimizi və suverenliyimizi təmin etdi. Bugün her bir daşın üzerinde Azərbaycan bayrağı dalgalanır. Ve çok sevinirik ki biz bütün bu işlerin içerisinde bizim payımız çoktur. Ve çok olacaktır. Ve ben bu günləri sözsüz ki şəhid aileleri özleri verdiler. Elə bu adı da addılar. Ve ben de çok sevinirəm ki bizim de bu işte xırda da olsa payımız var ve olacaktır. Bu şəhidlərin evi mübarek olsun. Amin. Bura onlarındır. Ve bu işte rayon əhalisinin içerisinde kimin köməyi varsa, kömək deyəndə bilirsiniz, təkcə kömək maddi köməkdən gedə bilməz. Ancaq xoş sözün özü bizim için köməkdir. Bu xoş söz deyən insanların hamısının var olsun, sağ olsunlar. Yenə deyirəm, burada iştirak edən bütün rayon rəhbərliğinin bu işte payı var. Hamının payı var. Mənə ruh verir bu işlərin görülməsindən. Ve sizin her birinize söz veririk ki biz indən sonra da Cənab Prezidentin apardığı siyasetin her bir nöqtəsinin, vergülünün en yaxşı icraçısı olacaq. Biz məclisin qarşısında, şəhid ailələrinin qarşısında biz söz veririk ki indən sonra biz bütün gücümüzle vətənimizin her bir parçasının çiçəklənməsi için elimizden gelen her şeyi edəcək. Sözsüz ki bu işte bütün bugünkü yurda olan birinci şəhid aileleri, gaziler ve bütün Respublikamızın əhalisi bizim ve rayonumuzun əhalisi bu işte bize kömək olacaktır. Sağ olun her birinize, qulaq astığınız için. Mənə çox sağ olun.